Bu videoda da biraz valideynləri tənqid eləmiş kimi olacaq, amma məcburuq da bəzən bu şeyləri deməliyik, bu mövzulara toxunmalıyıq. Çünki əfsuslar olsun ki, yenə deyirəm, bilən insan bilir, valideyn bilənlərə deməyə ehtiyac yoxdur zaten. Ə, Amma çox təəssüf ki, yenə deyirəm, əfsuslar olsun ki, son dövrdə xüsusilə bu çoxalır. Yəni mən 16 ildir riyaziyyat müəllimi işləyirəm, hər il görmüşəm, ildən ilə də çoxalır. Hansı valideyn tipləri? Mənim oğlum, qızım riyaziyyatdan İngilis dilindən 90 alır, ana dilindən 80 alır, riyaziyyatdan 30 bal yığa bilmir. Necə olur bu? Anlaya bilmir də onu. İndi bəsit bir dillə izah eləməyə çalışım. Bir çox var zaten müəllimlər falan, riyaziyyat müəllimləri deyib. Mən də indi öz şablon bir ifadədə ona vizual olaraq göstərməyə çalışacağam. Heç bir əlaqəsi yoxdur dostlar. Əziz valideynlər, şagirdlər, hətta şagirdlər də belə düşünür. Yəni müəllim dəyişirlər, hər ildə 3 dənə, 5 dənə müəllim dəyişirlər. Elə bilirlər ki, yəni düzdür, bəyənmədiyiniz müəllim varsa dəyişməlisiniz. Amma bir çox müəllim dəyişirsinizsə il ərzində, orada problem məncə çox da müəllimlə bağlı bir şey deyil. O haqda biraz düşünək. Çünki bir çox valideyndə belə bir düşüncə də var. Çox təəssüflər olsun ki, xüsusən hazırlığa şagird qoyanda bəziləri özdə yəni məcburi şəkildə öz çiyinlərində olan valideyn məsuliyyətini atmaq istəyir. Deyir, yəni 50% müəllimlikdir, 50% şagirdlikdir. Elə bir valideyn yoxdur da ortada. Mən sizin övladınızın, mən deyəndə yəni hər hansı bir müəllimdə valideyni deyirəm, ona valideynliyi eləyə bilmərəm. Kaş 50% yox, kaş 90% müəllimdən asılı olsaydı. Laf yaxşı. Onda mənim və bütün riyaziyyat müəllimlərinin şagirdləri 90 bal yığacaqdı da. Və ya maksimum nəticə. Yəni kaş müəllimdən asılı olardı, amma deyil. Mümkün də deyil bu. Nəsə, burada özümü müdafiə eləmirəm. Sadəcə, daha doğrusu, belə deyək də, özümü və hər hansı bir riyaziyyat müəllimlərinə haqq qazandırmıram. Sadəcə, yəni reallıq da vardı, onu da qəbul etmək lazımdır. Bu işin içində valideyn var, şagird var, müəllim var və dördüncü, yəni o üçbucaq yoxdur. Qızıl üçbucaq, müəllim, şagird, valideyn üçbucaq. Dördüncü tərəf də var. Sosial tərəf. Hələ şagirdin içindəki daxili aləmi, psixologiyası falan, oraya girmirəm. Ona aid başqa bir video, detallı bir video çəkəcəm. Yəni, biraz uzun oldu giriş videosu, giriş hissəsi daha doğrusu. Ana dilidir, ingilis dilidir, coğrafiyadır, tarixdir, əsasən humanitar fənlərdir. Hətta səhv edeyim, fizika və kimyada. Nə qədər texniki fəndə olsa. Fizika, kimyanı kənara qoyaq. Onların oxuma tərzi ilə riyaziyyatın oxuma tərzi eyni deyil axı. Onlarda sizə daha çox, məsələn, ən çox da nədir? Ana dili, ingilis dili, tarix, coğrafiya, ən çox da bunlarda. Oxuduğunu anlama, əsas məsələ odur. Oxuduğunu anlama, qavrama. Məsələn, ana dilisi ədəbiyyatı oxuduğunu anlaya bilməyən şagird riyaziyyatda ümumiyyətlə heç nə eləyə bilməz. Mümkün deyil. Şagird oxuduğunu anlamır. İndi bir də o fənlər, yəni ingilis dilidir, ana dilidir, tarix falan, coğrafiya. Oxuduğunu anlama, şagird normal şəkildə oxuduğunu anlaya bilirsə və yaddaşı da yaxşıdırsa, kifayət qədər tarixi də, coğrafiyası da, ingilis dilisi də yaxşı nəticələr əldə edə bilər. Biraz da çalışqandırsa, çox yaxşı nəticələr əldə edir. Amma riyaziyyat elə deyil axı. Riyaziyyat 3 vacib bacarığı tələb edir. 1. Analitik düşünmə. 2. Səbəb-nəticə əlaqəsinin qurulması. 3. Məntiqi mühakimə. O da əslində bir-birinə əlaqəlidir, məntiqi mühakimə. Tamam başqa bir dünyadır, tamam başqa bir aləmdir. Bu xüsusi bir bacarıqdır. İnsanların bir çoxunda bunsuz da yoxdur, get-gedə də azalır təəssüf ki. Riyaziyyat göydələndir də, yəni Novostroyevka dediyimiz hündür mərtəbəli bir binadır. Yəni həyət evi falan deyil. Bina tikmək istəyirik, nə edirik? Bu yer kürəsi, yer səthi, aşağı torpaqdır, yuxarı da hava, düzdür? Buradan qazırıq, birinci o binanın təməlini qoyuruq da, katlaman deyirik. Bura nə edirik? Beton tökürük. Sonra başlayırıq, sütunları qoyduq. Birinci mərtəbəni tikdik. Baxın, bu birinci mərtəbəni tikdik. Yəni, nəyi izah eləmək istəyirəm sizə? Riyaziyyatda uğurlu nəticə əldə eləmək istəyirsinizsə, bunu 10-cu, 11-ci sinifdə düşünmək çox gecdir. 9-cu sinifdə düşünmək yenə gecdir. Fərq eləmir. O, heç bir, yəni, şagird və şagirdin valideyni düşünür ki, elə 9-da, 10-da, 11-də hazırlığa qoyacam, 2 il, 3 il hazırlığa gələcək, bəs eləyəcək. Heç nə eləməyəcək. Heç bir bəs eləməyəcək. Təməl o 9 il ərzində keçilən baza ki var, o hər il şagirdin beynində o yaş dövründə oturub formalaşmalıdır. 2 il ərzində mən 11 ilin mövzusunu hamısını şagirdə beyninə yükləsəm, nə dərəcədə yaxşı qavraya bilər və ya keyfiyyətli biliyi ola bilər ki? Yəni, aşağı sinifdə, 5-ci sinifdə, ibtidai sinifdə, 7-ci sinifdə, 6-cı sinifdə bu mərtəbə şəklindədir. Bir dənə kərpic, bircə dənə kərpic olmasa, binanın sütunları var da, sütunun biri yoxdur.
Və yaxud da ki, nə bilim, betonu töküb armaturlar azdır. Düzdür? Siz də deyirsiniz, bitər, övladım 3-dən 4-dən aldı, keçdi. Lap yaxşı. Armatur yoxdur ya bu sütunda. Bunda ümumiyyətcə bu sütun yoxdur. Ümumiyyətcə yoxdur bu sütun. Bunda betonu azdır. Lap yaxşı. Sonra keçdiniz 7-ci, 6-cı sinifə. 6-cı sinifdə indi bu sütunlar eyni boyda olmalıdır. Düzdürmü? 4 dənə sütun. Burada sütunun burası çatlayıb, yoxdur. Burada armaturlar 10 dənə olmalıdır, 3 dənə qoyulub. Burada ümumiyyətcə beton yoxdur. Yalandan taxtanı vurublar, içi boşdur. Yoxdur. Bu tam sağlamdır. Qoydunuz 3-cü mərtəbəni, 5-ci mərtəbə, 6-cı mərtəbə. Sonra üstündən nə bilim eyni məntiqlə betonun biri istinad divarlarından biri boşdur, birini taxtana vurublar, içini doldurmayıblar, birində armatur yoxdur, birində ümumiyyətcə beton yoxdur, biri sağlamdır falan. Belə tikilir. Şagird gəlib 9-cu sinifə çatır, 10-cu sinifə çatır, 11-ci sinifdə bu axı üstünə qoya gedir. Burada baba bu beton yoxdur, düzdür? Buradan çatladı mı? Qəşəng. Sonra buradan çöktü mü? Getdi. Buradan belə çöktü, bir də gördünüz, bütün bina yıxılıb, yerlə yeksan olub, heç nə də qalmayıb. Ay sonra nə oldu? Övladım ana dilindən bu qədər yağır, ingilis dilindən bu qədər yazır, tarixi partladır, coğrafiyası belədir, riyaziyyatı niyə belə deyil? Digər fənləri pisləmirəm. Qəti şəkildə elə bir düşüncəm olmayıb, ola da bilməz. Elmə təhsilə kifayət qədər önəm verən biriyəm. Sadəcə oxuma məntiqi eyni deyil də, sistemi eyni deyil. Onu izah eləməyə çalışıram. Yəni tutaq ki, siz 5-ci sinif tarixini bilmədən 7-ci sinif tarixini də öyrənə bilərsiniz. Təbii ki, bilsəniz daha yaxşı. Nə qədər ardıcıllığı istənilən fəndə ardıcıllıq şəkildə öyrənmək daha yaxşıdır. Amma riyaziyyat qədər əlaqəli deyil də. Baxın, 5-ci sinifdə adi kəsirləri toplayıb çıxa bilməyən insan 11-ci sinifdə, 10-cu sinifdə gəlir, törəmə mövzusunda, trigonometriya mövzusunda, integral mövzusunda gəlir, məsələni həll edir, düsturu nə qədər bilsə mütləq hesablamağa gəlib çıxacaq. Kəsirə, onluq kəsirə, faizə, müxtəsər vurma düsturları. Loqaritma keçir, uşaq müxtəsər vurma düsturlarını bilmir. Müxtəsər vurma düsturlarını bilməyən uşaq necə loqaritma eləyə bilər? Gəlib çıxacaq da orada loqaritma, müxtəsər vurma düsturları qarşısında. Tutaq ki, 5-ci sinif coğrafiyasını bilməyən şagird 7-ci sinif coğrafiyasını pis yaxşı öyrənər. Riyaziyyatda öyrənə bilməz. 5-ci sinifi bilməyən 7-ci sinifi 5-10%. O da nəyin hesabına? 5-ci sinifdə öyrəndikləri ilə əlaqəsi olan mövzuları öyrənə bilər. Məsələnin mahiyyəti bundan ibarət. Yəni bu hər sinif üzrə 4-cü sinif, 5-ci sinif, 6-cı sinif, bütün siniflər üzrə övladınızın xüsusən riyaziyyat, sonra fizikada kimi. Amma bir nömrəli riyaziyyatdadır. Əsas problem riyaziyyatda yaşayır. Bu məntiqi başa düşsəniz, hər mərtəbənin fundamentini, betonunu falan yaxşı tökməlisiniz. Tökməyəndə, buradakı bir dənə betonun olmaması, armaturun az olması, betonun keyfiyyətinin zəif olması, hər mərtəbədə bir dənə olsa bəsdir. Bir də gördünüz, 11-ci sinifə çatanda nə yaşadınız? Fəlakət. Fəlakət deyəndə bir çox insan, elə şagirdlər daxil, valideynlər daxil, müəllimlər daxil, bütün insanlar daxil. Fəlakət deyəndə nədənsə təbii fəlakət falan başa düşürlər. Yəni insan gözünün gördüyünə inanan varlıqdır. Ona görə məsələn Allahın varlığına çox adam inanmır falan. Göz görmür axı. Görsə hamı inanacaq. Rəsədin dərsini çevirməyəm. Təbii fəlakət, tutaq ki, sel, daşqın, gözünlə gördə vahiməli bir şeydir. Və yaxud da ki, zəlzələ oldu. Təbii fəlakət, faciədir, neçə nə qədər insan öldü. Və yaxud da ki, avtomobillə gedirsən, Allah rəhməsin, qəza oldu, təyyarə qəzası oldu. Nə bilim, biri yuxarıdan düşdü, öldü, biri getdiyi yerdə başına daş düşdü, öldü. Faciədir də, düzdür, fəlakət, gözümüz görür fəlakət, bir də faciə. İndi bu dediklərim fəlakət, faciədirsə, sizin, baxın, istər şagird olsun, istər valideyn olsun. Burada baxın, 5-ci sinifdə boşluğunuz var, 6-da boşluğunuz var, 7-də boşluğunuz var, 8-də boşluğunuz var. 10-cu, 11-ci, 9-cu sinifə gələndə binanız çöktü, fəlakət. İndi siz bunu gözünüzlə görmürsünüz. Sizin gedib 9-cu sinifli buraxılış imtahanında nə bilim 30 bal yığmanız fəlakətdir də dostlar. Gərək fəlakət o deməkdir ki, getdiyimiz yerdə nə bilim qəza eləyə, yuxarıdan başımıza nəsə düşsün və yaxud da ki, təbii daşqın olsun, zəlzələ olsun, evimizi, eşiyimizi itirək, canımız yaralansın. Fəlakətdir də. Yəni 20-30 bal yığmaq fəlakət kimi bir şey. İndi burada o fəlakət olduğunu görmürsünüz. 11-ci sinifə gələcəksiniz, buraxılış imtahanında 30-un üstünə bəziləriniz heç nə qoya bilmir. Bəziləri aşağı yığır, bəziləri də maksimum qoyur 20 bal falan, o olur 50 bal. Yəni 9-cu sinifdə 30 bal yığan, 10-cu sinifdə 50 bal yığırsa, 11-ci sinifdə böyük şeydir. Çalışıb demək. İndi burada 30 bal yığdı, 20 bal yığdı, 10 bal yığdı, 5 bal yığdı. İndi bu institut tutaracaq, real həyata başlayacaq, işləyəcək, insanlarla tanış olacaq, sosial çevrəsi olacaq. Bu adamın riyaziyyatı yoxdur. Analitik düşünmə bacarığı yoxdur, ideal olmağına ehtiyac yoxdur. Hər kəsdə müəyyən dərəcədə olmalıdır o.
Həyatda qarşına problemlər çıxdı, analiz edə bilmir. Problemin səbəbini tapa bilmir. Səbəbini tapa bilmirsə nəticəni müalicə edir. Nəticəni müalicə edirsə hər dəfə eyni problemlə qarşılaşacaq həyatında. Bu get-gedə yavaş-yavaş, xırda-xırda, yavaş-yavaş sizin, yəni riyaziyyatın bilməməyin, insanların bilməməyinin, analitik bacarığa sahib olmamaqlarının, məntiqi mühakimələrinin zəif olmalarının və ya heç olmamalarının, başına gələn bir hadisənin səbəbini tapa bilməməkləri, səbəbdən nəticəyə necə getdi, orada bir əlaqəni qura bilməməkləri yavaş-yavaş həyatınızda fəlakətə, faciəyə səbəb olacaq. Bunun fərqində olmayacaqsınız. Niyə? Çünki bu yavaş-yavaş öldürür insanı. O zərərli vərdişlər var. Burada heç nəyə mən demək istəmirəm. Daha doğrusu məcburam da onu deməyə. Məsələn, siqaret çəkənlər, içki içənlər yavaş-yavaş öldürür də o. Bir dənə siqaret çəkməklə heç kim ölmür. Və yaxud da ki, içki içməklə, bir badə ilə falan və yaxud da ki, idman eləməməklə heç kim ölmür. Amma onları davamlı şəkildə öyrəndə xırda-xırda, az-az sizi fəlakətə gətirib çıxaracaq. Riyaziyyatı da bilməməyiniz həyatınızda faciə, fəlakət mütləq olacaq. Yavaş-yavaş olacaq. Siz onun fəlakət olduğunu bilməyəcəksiniz. Bir də baxacaqsınız ki, həyatınızda ciddi bir uğurunuz yoxdur. Nə bilim, maddi qazancınız yoxdur. Düzdür, burada bunların hamısının birbaşa riyaziyyatla, yəni riyaziyyatı zəif olan və ya yaxşı olmayan insanlar da var həyatda kifayət qədər uğurlu olan. Bu o demək deyil, riyaziyyatınız olsa onlar 100% olacaq və ya riyaziyyatı olmayan insanlarda da 100% olmayacaq. O demək deyil. Amma bir dənə fikir versəniz, tutaq ki, həyatında hər şey yaxşı olan, həm mənəvi cəhətdən, həm maddi cəhətdən yaxşı olan insanlar, tutaq ki, bir kifayət qədər uğurludur, sırf karyerasını nəzərə tuturam. Yaxşı bir biznesmendir, yaxşı bir ideyası falan var, idarə etmə bacarığı var. Yəni, yaxşı biznesi olan insanın, bəziləri var, mənim bir çox şagirdlərim var. Mən bizneslə məşğul olacam. Əcəb edirsən, lap yaxşı. Bizneslə məşğul olan insanda analiz bacarığı, məntiqi mühakimə, səbəb-nəticə əlaqəsi, o bacarığı yoxdursa, ciddi biznesmen ola bilməzsiniz siz. Ciddi ticarət yarada bilməyəcəksiniz, qura bilməyəcəksiniz. Demək istədiyim əsas mövzunu ümid edirəm ki, ümid eləmirəm, bilirəm, başa düşənlər düşdü. Düşməyənlər yenə dislike eləyib bu videonu keçsin.